Hər millət vəkili, naziri qəbuluna düşə bilmir. Bəzən onların çox çətin alınır görüşləri. Millət vəkilində o böyük bir səlahiyyəti yoxdur ki, bir problemi öz gücünə həll eləsin. Amma əslində ən səlahiyyətli qurum Milli Məclisdir. Ən səlahiyyətli qurumlardan biridir. Millət vəkilinin, baxın, səlahiyyəti çoxdur. Sadəcə məni üzən bir cəhət də odur ki, ölkənin millət vəkilinə niyə bu qədər hörmətsiz edilir? Və edənlərin birisi də bilirsiniz nə oldu? Xaricdən maliyyələşən və burada dediyim millətin milli dəyərlərinə saldıran o güclər ki var, amaçları Milli Məclisi hörmətdən salmaqdır. Amma mənim gözümdə Milli Məclis ən hörmətli qurumlardan biridir. Danışmayan millət vəkilləri en qədərdir. Siz özünüzlə müqayisə eləməyin. Problemi işğallanmaq istəmirlər, demək istəmirlər, danışmırlar, susurlar, illərdir susurlar. Baxın, o inamsızlıq yaradıb insanlarda. Rövşənə xanım elə deyil. Mən sizə deyim, mən də kənardan baxanda elə dəyərləndirdim. İndi içinə girəndə elə deyil. Bilirsiniz necədir? Millət vəkillərinin hesabatları olur hər ay. Millət vəkilləri o problemlərlə bağlı aidiyyatı qurumlara bütün millət vəkilləri müraciət edir. Danışsınlar da insanlar eşitsin. Danışırlar.